Burada bir yemeği var, çok beğenirim o yemeği. Getirsinler, göstereceğim sizlere. Baxın, mən bu yemeği deyirəm. Bir dadlıdır. Çox qəşəng yemeğidir də bu. Cafe City'də. Mütləq bunu yiyin, gəlsəz. Kızlar bir de belə bir badımcan dedim. Bunun adı neydi? Yadımdan da çıxdı. Nəsə yazılmışdı ki, şərq sayağı. Kızlar, mən gəldim. Mola, krasana oxşar bir şeydir. Şokoladlı bir içib. Yəni də çayla içəcəm. Kızlar, Brejnevin qaşları sizləri salamlayır. Bir dənə qaşım çoxalıb. Yəqin ki, sabah gedib qaşlarımı aldıraram. Biz həmişə Mehdinə Amburana gedirdik. Yaydan bəri getmirik də ora. İndiyə oturmuşduq evdə, dedik, bəs kafe içmək istəyirik. Ən gözəli Amburana getməkdir. Mən bu yaxalarda saçımı keratin eləmişdim. Sentyabrın əvvəli, indi də noyabrın əvvəlidir. Yəni, elə ilk gündən saçım belə vız qalmışdı. Amma 4-5 yumadan sonra isə əməlli saçımda dalğalar əmələ gəldi. Heç razı qalmadım keratindən, heç. İndi bir yer var, ora gedəcəm, orada elətdirəcəm analiz deyilmi keratini. Sabahları səhər dırnağa gedirəm. Sonra da Sarxana ilə görüşəcəyik. Bir gözəl shoppinglər bizi gözləyir. Bu arada deyirsiniz ki, niyə buradasan? Mehdini gözləyirəm. Sigarete qalıb evdə. Mən də maşının yanında gözləyirəm onu. Açarı da götürmədim ki, açım oturum maşında. Faydası yok sana ettiğim ahlarım, kurusun gözyaşlarım. Sen kiməni atmaz edin, ayrılık yaratmaz edin, önüpmeden dolar. Biz axı birik. Hə. Mən kurtkasını giyinmişəm. Mövki çox qalındı. نرو از همه خاطره هم ای رویا Hazırlaşmışam, qəşəng çinmişəm, salona gedirəm. Dırnaqlarımı gedirəm yeniləməyə. Və bir rəfiqəm var, onunla görüşəcəm. Oxodan şalvar almışam. Onun ölçüsü mənə bir ölçü böyük olduğu üçün aparıb dəyişəcəm. Və bu günləri göstərim də liftdəymişkən belə geyindim. Çoxdanın koftasıdır. Hətta hicabdan qabaq almışdım bunu. Kızlar, mən Jumladayam. Geçen bir şey almışam. Bilmirəm bəyənəcək yoxsa yox. Hətta dedim ki, yəni özlüyümdə demişəm ki, əgər bəlkə varıdırsa bundan bilmirəm. Elə dəyişmək istəsək, gəlib buradan nəsə seçə bilərik. Bir də burada da başqa bir hədiyələr var. Arzuma getdim. Burada da başqa hədiyələrim var. Sonra sizlərə orada oturanda, bir yerdə oturanda çəkib göstərərəm. Kızlar, biz nəhayət ki görüşdük. Neçə gündür biz heç planlaya bilmirik ki, biz Sarxanla görüşək.
Nəhayət ki, bu günləri görüşə bildik. Burada da balacamız var burada. Gəlmişik Luluya. Hə. Fərqli yeməklərin dadına baxmaq. Hə, bura Bizə qısaca nuş olsun. çox qəşəng restorandır bura. Mən də bəyəndim. Hə, burada bir salatlar fərqlidir deyil, valla. İlk dəfədir mən bunları dadacağam. Amma çox belə qəşəng görsənir. Nəsə mənim bu daha çox xoşuma gəlir. Bir də belə Pizzamız. biz sökdük də, bir dənə fikir verin. Pizzalarımız qalır. Yox, uca mən getmir məndə. Gitsin jürək bulan, Amma çay ki, içərik. orada Gedək qəşəng baboş desertlər var. yeyək, Aha. görək baboş yesin eləsin. Mütləq. Qızlar, buranın dizaynını o qədər bəyənirəm ki, baxın bura. Adam oturduqca oturmaq istəyir. Hə, burada bir fərqlidir, bura isə bir fərqlidir. Amma əslində mən bu tərz dizaynı sevmirəm. Bu kof çox tiplidir. Hələ baxın, hələ deyəm o son deyil. Hələ baxın. Sən indi biz duraq. Çıxaq aradan. Hesabı verməyib qaçırıq. Şeydir, Sarxana, qaşlarımı laminasiya eləmişəm. Bugün də aldırmışam. Yaraşır. Sən əvvəlki qaşımı görmüşdün də. Hə, qalxıb gözün qalxıb eləmək. Hə, ay sağ ol. Qızlar, siz necə bəyəndiniz mənim yeni qaşımı? Bu video bir ildən sonra paylaşılır. Mən bu günləri Sarxanaya görə. Yox da, mən indi Sarxana burada biraz məsləhətlər verir. Yox, həqiqətən çox ehtiyacım var idi bu dəstəyə. Deməli qızlar, mən sırf Sarxanla görüşürəm deyə nələr eləmişəm. Dırnağımı bir dəfəlik bura gəlmişəm və salonda ukladka eləmirəm. Mən ilk dəfə idi ki, salonda Sarxanaya görə ukladka... Həqiqətən. Mən həmişə ukladkanı evdə edirəm. Fikirləşdim ki, gecikəcəm, lütfü salonda nə eləyim. Sonra qaşlarımı aldım. Sonra alnımı almışam. Mən ilk dəfədir ki, alın alıram. Bacım, mən sənə görə nələr eləmişəm. Sənə görə onu eləmişsin. Belə. Necə gör, qəşəng görsənirəm, nəsə. Duraq biraz gəzəcəyik, mağazalara gedəcəyik, görək nə alış-verişlər eləmək istəyirəm. Bu günləri Sarxana bezdirə bilərəm. Çünki mən tərəzi bürcüyəm. Çox bürcülər axı çox çətin qərar verir. Bir də Nereden tərəzi qıraraya çıxdı? hə, vəsə. Bir də qızlar, bu məndəki 16 Pro Max-dır. Mən 17 istəyirəm. Sarxanada görəndən sonra necə istəyirəm ki, mən necə tez tələsdirdim. Düzdür, ad günümdən qabaq almışdı, oktyabrın əvvəli alındı da telefon. Onda çıxmışdı da, deyəsən satışı yox idi 17-nin. Kitabın ortalarından çıxmışdı. Heyf də, mən nə bilim, görürəm Sarxananın telefonu, bir dənə gözəl çəkir. Qızlar, burada görün necə qəşəng şirniyyatlar, desertlər var. Sadəcə olaraq indi biz yemişik deyə doymuşuq. Amma bəlkə deyirəm, gör nə qəşəng desertlər var. Amma prosta doymuşuq deyə fərqli bir şeydir. Şokoladlı vafli. Belə, bəlkə gələrik sonra, hə? Ola bilər gəlib biraz gəzəndən sonra gələ də bilərik. Çöldə otura bilərik. Buna baxın, 25 manata endirimə düşüb. Görün nə qəşəngdir. Həm hədiyyə, yox, bu 41 manatdır, çaşdım. Buna baxın, 20 manata. İkisi bir yerdə. Superdir də, yəni hədiyyəliyə. Bu yox. Osmandan bu iki məhsulu almışam. Zima gelin bitib. Amma belə baxanda balacadır bir... 200'dür yoxsa neçədir? 200'dür bu da. Elə bunlar da 200'dür amma çox gedir bunlar. Mən həmişə bunu istifadə edirəm. Sən hər gün yursan özü gelinən. Səhər axşam yursan yoxsa yox. Gülnar pomada axtarır özünə. Baxın, öz pomadası belədir. O rəngdə axtarırıq, tapa bilmirik. Tapa bilmirəm. Var ya, prosta mat deyil. Sən dediyin o pasteli gərək. Gülnar köynək tapıb özünə, kotondan. 70 manatdır deyə düşdürəm ki, dəyməz. Amma mən çox bəyəndim. Bu yaxından çəkim Gülnar, bir dənə işə bax. Hə, belədir qabaq cinsdir. Amma dəymir də, mən düşünürəm. Sizcə dəyir, bir dənə fikrinizi yazın. 70 manat. İyi qara şal var da, elə nə bilim. Kabulub qəşəng. Hə, Lasinada da qəşəng gedir, hə? Qəşəngdir. Ayda, ver mənə bir dənə belə yaxından da göstərin. Qızlar, mən indi bunu alacağım bu dəqiqə. Sağ ol, oturub ağlayacağam evdə. Ayda, çox fərqlidir də. Yəni, mən belə bir şey görməmişəm. Mən belə model görməmişəm. Qızlar, biz o qədər susamışdıq da, yəni susamışdıq deyəndə nə kofe içə bilərdik, nə soğuk. Çay. Çay, ancaq çay. Gəl. Tortumuzu da yarımçıq göndəriblər. Hə.
Bir dənə götürdük çünki ikincini mümkün. Heç mən bunun birini tam yeyə bilməyəcəkdim də. İçərisini də yeyə Hə, bilməyəcəkdim. hə, hə. Mən bunu 10 dəfə geyinirəm, soyunuram. Hələ kasaya qədər də neçə dəfə geyinəcəm. Buju aldı. Sarxan aldı. Kimiz də sapaşka. Mən belə bir şey istəyirdim. Görən kimi dedim ki, Biz Gülnar, dünəndən bax. Sarxananı da Dünən sən atdıqlarım necə? qoymamışam da yatsın da. Qızı ancaq demişəm ki, sapaşkalar göndərirdim. Axır mənə tapdı bunu. Çox bəyəndim də. istədiyin Çox, çox. Görən kimi bəyəndim. Qızlar, bir dənə baxın. Görün. Mənə necə gözəl yaraşıb bu. Amma mən niyə belə geyinmirəm? Qızlar, Mehdi gəlib məni gözləyir. Dedim ona suşiyə gedək. Görüm nə deyəcək. Aparacaq mənim suşi. Bir də ürəyim suşi istəyir dəhşət. Yeyə bilərsən. Yox, əlim yaşıldır. Siz mənim günümə baxın. Mehdi maşını axtarıram. Hardadır bilmirəm. -2-dəyəm. O da yatıb, durğuza bilməyəcəm. Çünki maşında bəzi əşyalarım qalıb. İndi tapa bilmirəm. Birinci -1-ə baxdım, yoxdur maşın. Ay Allah, bu hardası? 5 mərtəbədir parkovka yeri. Hara qoya bilər bu maşını? Gecə saat 4-də işləyir. Mən maşını axtarıram. Günümə baxın da mən. 3-ə də basıram. Burada bir şey yoxdur. Neysə. Yəqin 1-dədir. Mən tam yaxşı baxmamışam. Deyəsən tapdım. Elə birinci mərtəbədə. Amma nə qədər gəzdim, yoruldum, yuxum da qaçdı. Bu necə açırlar? Belə. Uy, pis, pis, pis. Ay Allah, mən sən necə qoymuşam, elə də qalmışsan. Коти-коти-коти-коти-коти. Коти-коти-коти-коти-коти-коти. Uy, şipşirinsən sən. Qızlar, mən bilmirəm də neyniyim bunu həyata qoyum, yoxsa ki saxlayım, saxlamağı da bacarmıram. Qorxuram ki, mən baxa bilmərəm. Məsuliyyətdir də bir şeyə baxmaq. Ona görə şey eləyəcəm. Mərva da gəlib görsə indi birazdan ağlayacaq, onu da qoymayacaq, aparım həyətə qoyum. Ona görə mən indidən aparım qoyum həyətə.
ye, ayağlar. Ya, gel bura, korkma. Gel mənim yanıma, korkma. Küstü məndən. Mən aparıb həyətə qoyuram bu pişiyi. Mən baxa bilməyəcəm, çox böyük məsuliyyətdir pişiyə baxmaq, amma çox xoşum gəldi bundan, çox şirindir. Həm pis oluram, indi yeməyi də alıb verəcəm. Bağışla mənim. Amma baxıb sonradan tərk eləmək daha pis olar. Səhər tezdən məndən nə istədi? Özünüz baxın. Pankek. Nasından istəyirsən yemək? Şokolad yağı, bal, qaymaq, Şokolad yağı. skuşonka. Şokolad yağı. Yaxşı, gəl otur. O qaynardı. Belvi düz saxla. Belvi düz saxla. Birazdan çimizdirəcəm səni. Videoda da bir haber. Ona görə belvi düz saxlamaq lazımdır. Biabır olmaq istəmirsənsə, hələ sən uşaqsan bu sözü deyirsən. Biraz böyüyü, belin əyri qalsa, vapşa gör necə pis olacaqsan. Onda biabır olacaqsan, Mərva. Düz dayan. Düz. Gör necə gözəlsən düz dayananda. Evləri təmizləyəcəm. Əksirəmi adımdan. Südə hazır oldu. Всё. Biz uşaqlar uzaq yerə baxırıq. Sizə baxın. Bunun linerini hələ. Gecə gizli götürüb liner çəkib. Mərvanla tez bazar market alış-veriş elədi. Ancaq bunu bunlarla kəsərik. Hələ yox. Olur, olacaq, Yeməkdən açam. sonra. Uşaqlar Deməli bunu mənə aldırdı. Bunun qiyməti 4 manata yaxın idi. Bilmirəm nə bir şeydir bu belə. açın yeməyək. Necə bir şeydir. Sən hələ bir belbi düz saxla. Belə sosdan alım gərək. Ona çox qəşəng bir yemək hazırlayacağam. Bunları Mehdi alır. Mərva məktəbə qoyacağam. Belə Barillanın makaronlarını almışam. Bir də bu firmanın da makaronlarından xoşum gəlir. Və mənim ən sevdiyim, bunu mənə Mehdi almışdı. Bir dənəsi yemişdim. Deyəsəm bu növü idi. Bir ləzzətlidir. Ən çox bunu bəyənirəm. Çox dadlıdır da. Yəni səhərlər yeyə bilərsiniz. Çayla içə bilərsiniz. Acı qarnı falan adamı qəşəng tutur. Qiyməti də deyəsəm 1 manata yaxındır. Bir də bundan da 2 dənə almışam. Hayca, nə oldu Mərva? Niyə? Allah'ın üstünden. Gəl bura. Hə, açdım. Baxaq görək necədir bu. Bəyəndin? Oy, dadlıdır. Amma hamısını yemirsən. Qoy yeməkdən sonra. Onu da qoyursan yeməkdən sonra. Yaxşı. Yalnız sen bunu koydun. Ben bunu. İndi benim hansından eləyim sənə makaronları. Gəl seç. Yaxşı göstər. Bu yekə. Yaxşı. Keç otur. Bu Hazırlayıram. koyun şeydi. Aha, hə. Bu da toyuqdur. Gəl. Miau. Gəl. Mama, karnın çıkar. Karnın çıkar. Şöyle anlamı da karnın çıkıyor. Bir nəfər içimizdirmişəm. Necəsən? Yaxşı. Qəşəng çimdin, rahat oldun. Bütün belini kisələdim, qəşəng tərtəmiz elədim Mərvanı. Baxım sənə. Dovşanımsan mənim. Dovşan. Senin saçım. Buranı eləmək istəmədim. Nə? Təzə benim senin saçım. Rumi. Uşaqlar Rumi'ni bilən qadınlar yox uşaqlar. Aha. Rumi bilən Rumi təzə bir saçı. Hə. Rumi kimi. Şirin. Lan biraz tut. Hə, belə saxla. Amma döndürmə. Kimi öpdün? Uşaqlar. Gözəlim.
başını bağışla. Baxım sənə. Fırlan. Sənin saçımın rəngi mənim uşaqlığımda saçımın rəngi belə olub. Eynən bax belə Məsələn, olub. niyə qara olub? Çünki renk zat koydum, dəyişdi saçımın rəngi. Eyni. Eyni. Mən ikisi anne bacı olardı. Eynən bax belə idi mənim saçımın rəngi. Mən saçımın rengi hansı rəngdir bilmirəm. Açıq şabalıdı rəngdir. Şabal nədir? Şabalıdı, şabalıdı. Aşda şabalıdı olur, Nə? Kaç biridir, hansı rəngdir bilinmir. Çox gözəl saçlı rəngi var. Mən sadə istəyərdim məsələn. Po, ağ elədin, davay. Ged yat. Yox, ha, yaxın deyiləm. Bu uşaq mənə necə məsləhət verir. Deyirəm ki, bunu verirəm sənə. Bu da deyir ki, nə? Niyə almısan? Lazımdır bu. Yox, istifadə eləmirəm mən. Bəs niyə almısan? Niyə almısan? Nə bilim almışam da. Ha, pulun qalsın da. Bax, sən deyin də bu ayaqqabı sənə heç yaraşmır. Çünki yaxşı, belə kişi ayaqqabısı oxşur. Buralarını çəsən var. Bu dəqiqə buralarını çəsən kişi ayaqqabısı olacaq. Bax, indi də yaxşı. Burasını ərilən sıfırasını düz. Heç olmasa düz eləyərdiniz də, eyni boyda eləyərdiniz. Çox moddadır onlar. O yaxşı moddadır. Amma sənə yaraşmır. Mənə çox yaraşır. Yaraşmır. Mən yaraşmır, sənə də yaraşmır. Po, niyə mənə yaraşır? Yox.